Salam, Qoldmaster Tədris Mərkəzi. Bugün sizlərə kvadrat kök daxil olan ifadələr haqqında bir sualın izahını verəcəyəm. Keçək sualın şərtinə. Belə kvadrat ifadələr verib, bizdən soruşur ki, x, y, z hasili neçədir? Bu tipli sualları həll etmək üçün kökdən azad olmaq lazımdır. O zaman verilən ifadələrin hər birinin nəyi taparam? Kvadratını taparam. Yəni, x vurulsun, kökün altında y vurur z, mövzuda kvadratı bərabərdir 4 kök altında 2-nin nəyi? Kvadratı. Aha. Sonra y vurulsun, kökün altında x vurur z, mörtəzədə kvadrat bərabərdir 2 kök altında 2-nin nəyi olmalıdır? Kvadrat olmalıdır. Eyni zamanda z vurulsun, kökün altında x, y hasili bərabərdir 9-un nəyi? Bunda kvadratı 9-un da kvadratı olmalıdır. Gəlin sadələşdirək. X-in kvadratı nə edər? X kvadrat kök altında y z-in kvadratı ilə kök gedir, qalır y vurur z. Bərabərdir. 4-ün kvadratı elər 16, vur 2, neçə eləyər? 32. Sonra, eyni zamanda y kvadrat ikinci hal üçün kökdə də gedir. Qalır nə? X vur z. Öncə kvadrat kökü aparır da, belə deyək. Bərabərdir. 2 kim 4. Kökdə 2-nin kvadratı 2-dir. 4 2 8 edər. İndi burada da z kvadrat eyni qaydadır. X vur y olar. Kvadrat kökü aparır. Bərabərdir. 9-un kvadratı neçə oldu? 81. İndi bunları tərəf-tərəfə vursaq, x kvadratın x-a vursam, x kub edir, üstsə bir də x-a vursam, x üstündə 4 edər. Eyni zamanda y üstündə 4 edər, z üstündə 4 edər. Bərabərdir, 32 vur 8 vur neçə olar? 81. İndi yazıram x vur y vur z üstündə 4 bərabərdir. 32-ni yazıram 2 üstündə 5, 8-i yazıram 2 üstündə 3, 81-i yazıram 3 üstündə 4. Yəni x vur y vur z hasili üstündə 4 bərabərdir 2 üstündə 8 vur 3 üstündə 4 olar. Yenə x y z hasili üstündə 4 bərabərdir. Bunu yazaram 2-nin kvadratı 3 üstündə amma neçə? 4 yazaram ki 2-nin kvadratı üstündə də 208 edir də ona görə. Aha. İndi qüvvətlər yenisi əsaslar deyildir də. X vur y vur z bərabərdir. Olar 2-nin kvadratı vur 3 kimi. 2-nin kvadratı 4 edər. 3 avramda neçə olar? 12 olar. Deməli, doğru cavabımız A variantıdır.